Son dövrdə Azər Əhmədov adlı bir genç adamın kanalına denk gəldim. Hətta videoda paylaşdım. Gördüm ki, çox gözəl, yəni adekvat düşünən gəncdir. Hətta uğurlar dilədim, amma dünən gördüm ki, o da artıq kanalla, yəni YouTube-la sağollaşmaq istəyir və mən bunu anlayıram. Çünki əgər sən videolar çəkib qoyursansa, bu demək olar ki, sən bütün vaxtını, enerjini alır və heç olmazsa buradan qazanmalısan. Əgər qazana bilmirsənsə, başqa gəlir yeri olmalıdır və o başqa işlə də məşğul olanda bunu apara bilməzsən və Azərbaycan segmentində nə qədər izləyici, nə qədər abunə sayın olmalıdır ki, sən nələrsə qazana biləsən və sənin izləyicilərin heç olmazsa kömək etməlidirlər. Bu başqa ölkələrdə var, hətta Türkiyədə də. Məsələn, Diamond temaya nə qədər türklər özləri kömək eləyirlər. Məsələn, şəxsən mən də o marafon qaçışında işlədiyim vaxt, ailə olan vaxtı mən oturub belə videolar çəkə bilməzdim. İndi hobbi kimi çəkirəm, həm də sözümü deməyə. O zaman məktəbdə uşaqlara, şəxsiyyət kimi uşaqlara formalaşdırmaqla nələrinsə dəyişəcəyini ümid edirdim. Amma sonra gördüm, yox və ona görə də bax bu cür məcbur oldum belə də sözümü deməyə. Və heç bir pula da bağlamamışam kanalımı. Bilirəm ki, mən heç nə qazanmayacağam və məşhur da olmayacağam. Çünki adekvat videoları, ağıllı videoları dinləyənlər çox azdır. Amma o azlar var. Qaldı insanları, məsələn, Velizarı, nə bilim, sonra Bayram Nurlu, digər adamları, Baboşu pisləməsini görəndə çox qəribə gəlir. Şəxsən mən onları pisləmirəm, baxmıram da. Elə onlara baxanlar onları pisləyir. Hətta TikTok'un bağlanmasına sevinirlər. Halbuki valideynlər ki, uşaqları TikTok sosial şəbəkə pozur. Yox, 30 ilin müəllimi kimi deyirəm ki, valideynlər pozur elə uşaqları. Siz nəyə baxırsınızsa, uşağınız da ona baxacaqdır. Və belə ağıllı videolara baxanlar az olduğuna görə və buradan pul qazana bilməyən insanlar məcburdurlar oranı tərk eləməyə. Axı dolanmaq da lazımdır. Təkcə hava ilə dolanmaq olmur. Birazdan ona da vergi qoyacaqlar bu ölkədə. Azər Əhmədov məsələn küçələrə çıxıb müsahibə almaq istədi. Hətta bulvarda 40 dəqiqə gözlədi. Axı iki gənc gəldi, amma çox ağıllı danışdılar. Bizim insanı da qınamaq olmur. Çünki insanımızı o qədər sıxıblar ki, ailədən tutmuş. Sonra cəmiyyət, sonra dövlət, məktəb, bağça, yəni kimsə sən sus deyiblər. Yəni başda hardasa geri zəkalı, debil insanları oturtublar və onlar deyir ki, biz hər şeyi bilirik, danışmayın. Məsələn, mən özüm də hətta müxalifətə söz deyə bilmirdim. Deyirlər, sən kimsən, sən siyasət anlayırsan. 33 ildir iqtidar bir tərəfdə, 33 ildir eyni müxalifət digər tərəfdə oturub və üstəgəl cəmiyyət də sıxırsa insanımızı, o insanların danışmaq, düşünmək qabiliyyəti zamanla körçalır. Çünki onu işlətməyə meydan yoxdur. Gənclərimizə isə uğurlar arzu edirəm. Arzu edirəm ki, Tanrı onlara etdikləri gözəlliklərin əvəzində Tanrı özü versin.